Həmin bu videoda görmüş olduğunuz kilsə Qəbələnin Niz qəsəbəsində yerləşən müqəddəs Yelisey adına Zotari kilsəsidir. Bura Nicdə mövcud olan 3 kilsədən biri də həftənin hər günü ziyarət üçün açıqdır. Qəbələyə gələndə bura mütləq baş çəkin. Biz də dünən Niz bazarına gəlmişkən istədik buranı da çəkib sizinlə paylaşaq ki, Qəbələmizin mədəni və tarixi dəyərlərini də sizə çatdıra bilək. Niz bazarı da həmişə kimi səliqə, səhman, bollluq, bərəkət, hər şey öz qaydasında. Dayıda nə qədər heyva var idisə hamısını aldıq. Burada da dayı yerin cazibə qüvvəsinə qarşı gedir. Heyvadan sonra limon almağa gəldik. Bu dəfə ekspert qrupumuzla bərabər gəlmişdik. Hər şey ətraflı şəkildə təhlil olundu. Burada da optuna baxırıq. Yüksək səviyyədə aqrotexniki qulluq göstərilmiş pomidordan da alırıq. Narın tərkibində yüksək dərəcədə antioksidanlar var. Antioksidanlar sayəsində qan təzyiqi stabilləşir və ürək-damar xəstəlikləri riski azalır. 3 arzu yerinə yetirən balıq axtarırıq, amma tapa bilmirik. Burada da balıqları öz standartlarımıza uyğun tək-tək seçib alırıq. Sonra xana balığını da görüb alırıq, amma naxa balığına baxırıq, almırıq. Balıqdan sonra bütün bazarlığı gətirib maşının bagajına yığırıq, bagaj da örtülmür. Yolda qeyri-adi heç nə olmur, gəlib çatırıq. Obyektə əvvəl aparıb balıqları şefə təhvil verirəm. Şef də balıqlara qara biber, qırmızı biber, toz biber, zəncəfil, sarı kök və digər ədviyyatlar vurmur, ancaq duzdurup sallayır tavaya. Balıqların səsi düşür mətbəxə, şef də biraz təsəlli verir. Dünəndən qalma pitilərimiz də yolunuzu gözləyir. Menümüzdə asetrin beliqo olmasa da sazan, sudak, farel, kütüm, xana balıqları var. Gəlin siz də nuş edin. Video haqqında fikirlərinizi və əlavə suallarınızı bizə rəylərdə yazın. Bəyənib paylaşmaq da qalıb insafınıza.